Salam, heç fikir vermisiniz ki, dünyanın harasında olursunuzsa olun, məktəblər niyə bu qədər bir-birinə bənzəyir? O cərgiyə düzülmüş partalar, zəng səsi, dərs bölgüsü. Bugün gəlin bu, hamımıza tanış olan sistemin heç də təsadüfi olmayan hekayəsinə başvuraq və onun bugün niyə kökündən dəyişməli olduğunu birlikdə anlayaq. Deməli, nələrə baxacağıq? Əvvəlcə, bugünkü məktəb sisteminin niyə məhz belə olduğunu anlamağa çalışacağıq. Sonra onun heç də təsadüfi olmayan bir növ itaətkar vətəndaş fabriki kimi qurulmuş tarixinə başvuracağıq. Daha sonra isə 21-ci əsrin bizdən nə tələb etdiyini, buna uyğun gələcəyin təhsil modelinin necə olduğunu, bu dəyişikliyi kimlərin həyata keçirməli olduğunu və bütün bunların sonunda əsas məqsədin nə olduğunu aydınlaşdıracağıq. Gəlin elə birinci hissədən başlayaq. İlk olaraq, gəlin hamımızın çox yaxşı tanıdığı bir mənzərəni gözümüzün önünə gətirək. Bildiyimiz məktəb. Bu mənzərənin əslində nə qədər universal olduğunu dərk etmək, bütün hekayəni anlamaq üçün açardı. Yəni, bir anlıq fikirləşin. Fərqi yoxdur, Bakıdasan, Tokyodasan, yoxsa lap elə Buenos Airesdə. Sinif otaqları, o partalar, zəng səsləri, hamısı qəribə dərəcədə bir-birinə bənzəyir. Bəs niyə? Səbəb nədir görəsən? Bu qlobal standartlardan gəlir. Bax, bu gördüyümüz şeylər var ha. Heç biri təsadüfi deyil. Amma işin ən maraqlı, bəlkə də heyrətləndirici tərəfi nədir bilirsiniz? Bütün bunlar uşaqlar daha yaxşı öyrənsin deyə qurulmayıb. Qətiyyən. Bunlar düz 200 il əvvəl Prusiyada tamam başqa bir məqsədlə dizayn olunub. Sənaye və ordu üçün ideal vətəndaşlar hazırlamaq. Gəlin biraz da dərinə gedək. Bütün bu sistem hardan və necə ortaya çıxdı? Cavab heç ağlınıza gəlməyəcək bir yerdədir, inanın mənə. Hər şey 19-cu əsrdə bir döyüş meydanında başladı. Napolyon Prusiyanı darmadağın edəndə bu ağır məğlubiyyətdən sonra Prusiya hökuməti başa düşdü ki, nəsə etmək lazımdır. Onlara elə bir nəsil lazım idi ki, həm intizamlı olsun, həm itaətkar, həm də dövlətinə son dərəcə sadiq. Və bu nəsli sanki bir məhsul kimi kütləvi şəkildə istehsal etmək lazım idi. Və beləcə, dövlət təhsili sözün əsl mənasında bir fabrikə çevirdi. Məktəblər nə idi? Dövlətin sifarişinə uyğun, eyni qəlibdən çıxmış, standart vətəndaşlar istehsal edən bir konveyer. Burada əsas məqsəd heç də fərdi istedadları üzə çıxarmaq deyildi. Yox, əsas məsələ hamını eyniləşdirmək və bu yolla milli gücü artırmaq idi. Deməli, işin kökü nədir? Bu sistemin məqsədi azad düşüncəli, kreativ fərdlər yetişdirmək deyildi. Məqsəd, nəhəng bir sənaye və ordu maşınının ehtiyacı olan, asanlıqla bir-birinə əvəz edə bilən kiçik vintlər hazırlamaq idi. Amma ortada böyük bir amma var. O fabrik qurulanda dünya başqa idi, sənaye dövrü idi. İndi isə o dövr çoxdan bitib, bizim yaşadığımız rəqəmsal, qlobal dünyada o köhnə konveyerdən çıxan bacarıqlar sadəcə olaraq kifayət etmir. Baxın, bu müqayisə hər şeyi çox aydın göstərir. Sol tərəfdə nə görürük? İntizam, itaət, əzbərçilik. Sağda isə tamamilə fərqli bir mənzərə var. Təşəbbüskarlıq, tənqidi düşüncə, yaradıcılıq. Yəni, artıq məsələ mövcud qaydalara kör-köranə əməl etmək deyil, məsələ yeni qaydalar, yeni həllər yarada bilməkdir. Bunların birincisi yaradıcılıqdır. Amma bu təkcə rəsm çəkmək və ya musiqi bəstələmək deyil, əsla. Bu, mürəkkəb problemlərə qeyri-standart, yeni yollar tapmaq bacarığıdır. Sonra gəlir tənqidi düşüncə. İndiki zamanədə hər tərəf məlumatla dolub daşanda bu bəlkə də ən vacib bacarıqdır. Yəni, doğru məlumatı yalandan, əsaslı argumenti boş sözdən ayrı etmək qabiliyyətidir. Üçüncüsü, ünsiyyət. Bu da sadəcə səlis danışmaq deyil. Bu, fikrini qarşı tərəfə dəqiq çatdıra bilmək, eyni zamanda başqasını da diqqətlə dinləyib anlamaq sənətidir. Və nəhayət, dördüncü vacib bacarıq əməkdaşlıq. Çünki razılaşaq ki, dövrümüzün böyük problemlərini heç kim tək başına həll edə bilməz. Fərqli insanlarla bir komanda kimi işləmək, ortaq məqsədə çatmaq bacarığıdır. Yaxşı, sual yaranır. Bu yeni bacarıqları o köhnə Prusiya modelindən qalma sistemlə necə öyrədə bilərik ki? Cavab sadədir, heç cür. Buna görə də təhsilin özü dəyişməlidir. Və bu yeni modelin adı Təhsil 5.0-dır.
Necə ki, sənaye inqilablardan keçib, təhsil də öz təkamül yolunu qət edib. Bir vaxtlar hər şey müəllimin ətrafında pırlanan təhsil 1.0 vardı. İndi isə gəlib çatmışıq təhsil 5.0-a. Bu elə bir dövrdür ki, texnologiya, xüsusilə də süni intellekt artıq bir alət deyil, öyrənmə prosesində bizim tərəfdaşımızdır. Və inanın ki, bu dəyişikliklərə təcili ehtiyac var. Baxın, hesablamalara görə yaxın 20 ildə bugünkü iş yerlərinin 1/3-dən çoxu, yəni təxminən 35%-i tamamilə avtomatlaşdırılacaq. Bu nə deməkdir? Bu o deməkdir ki, biz uşaqları indiki peşələrə yox, gələcəyin, hətta hələ adını belə bilmədiyimiz peşələrinə hazırlamalıyıq. Amma gəlin bir şeyi unutmayaq. Bütün bu texnologiyalara, yeni modellərə baxmayaraq, işin mərkəzində yenə də insan dayanır və bu dəyişikliyin uğurlu olması üçün üç tərəfin birgə, bir üçbucaq kimi çalışması mütləqdir. Və bu üçbucaq məktəb rəhbərliyi, müəllimlər və əlbəttə ki, valideynlərdən ibarətdir. Onların hər birinin öz ayrılıqda çox vacib rolu var. Belə təsəvvür edin, məktəb rəhbərləri innovasiyalar üçün qapını açır, lazımi şəraiti yaradır. Müəllimlər artıq hər şeyi bilən bir mühazirəçi deyil, şagirdlərə yol göstərən bir bələdçiyə çevrilir. Valideynlər isə bu prosesin kənarında qalmır, aktiv iştirak edir, evdə dəstək olurlar. Bax, yalnız bu üçü bir komanda kimi işləyəndə bu yeni model həqiqətən də işləyə bilər. Yaxşı, bütün bu səylər, bu dəyişikliklər axırda bizi xara aparır. Son hədəf nədir? Cavab sadəcə yaxşı maaşlı bir iş tapmaqdan qat-qat böyükdür. Əsas məqsəd UNESCO kimi təşkilatların da vurğuladığı kimi qlobal vətəndaş yetişdirməkdir. Yəni, təkcə öz ölkəsi üçün yox, bütün dünya üçün məsuliyyət hiss edən, baş verənləri anlayan və daha yaxşı bir gələcək üçün töhfə verməyə çalışan insanlar formalaşdırmaq. Başqa sözlə desək, əsas fikir budur. Biz artıq bir dövlət üçün itaətkar vintlər hazırlayan köhnə fabriki sökürük, onun yerinə bütün bəşəriyyət üçün fəal, düşünən, etik və məsuliyyətli vətəndaşlar yetişdirən yeri bir sistem qururuq. Və sonda, gəlin hamımız özümüzə bu sualı verək. Bizim bugünkü məktəblərimiz uşaqları hansı dünya üçün hazırlayır? Artıq mövcud olmayan keçmiş üçün, yoxsa sürətlə dəyişən gələcək üçün? Çünki bu sualı verəcəyimiz cavab əslində hamımızın gələcəyini müəyyən edəcək.